Salam, hər vaxtınız xeyir olsun. Gəlin baxaq, sevdiyiniz insanın sizə qarşı fikri nədir? Fikri, hissləri və nə adımlar atacaq? Fikrində nə var? İnsanın fikrində nə var? Fikir deyirəm, fikrində nə var? Baxırıq. Bu insanın beynində ərazidə çox insanlar var, əngəl kimi düşünür, çox. Danışığınızı, axırıncı danışdığınızı fikirləşir, çox ağır hiss edir özünü boşlu hiss edir, deyə bilərəm bunu. Hissləri nədir? Hissləri sizə qarşı hissləri. Romantik, siz ona çox xoşuna gəlirsiniz, bu insanın çox zövqündəsiz, hisslər var. Amma elə çox sizə göstərmir, gizlincə ola bilsin, gizlincə sizi güdüb busur bu insan. Yolda, çox yolları göstərilir kartlarda. Hazırda münasibətiniz necədir? Yaxşı, pis deyil. Adımlar atacaq. Bəli, adımlar da atacaq bu insan, %100%. Çox pul kömək olacaq sizə evdə, remontdur, nəsə almaq lazımdırsa. Pul köməyi var burada insandan sizə. Qadın kişi fərq eləməz, evdə də kömək eləyə bilər insan, işinizlə də kömək eləyə bilər bu insan, eləyəcək də. İtoğunda da ikiniz çıxsınız bir yerdə, kütlük kimi çıxdınız bir yerdə, yəni. Dəyişikliklər olacaq, biraz da yaxşı tərəfə dəyişiklik olacaq. Əhatəyə də baxalım, əhatə. Fürsət gözləyir. Nəsə buna evlilik təklifi mi deyim? Evlən zad, mən belə vaxt gedir, keçir, belə bir söhbətlər var, kimisə baxırlar, nəsə. Və siz biləndən sonra bir yerdə olduğunuzu, biləndən sonra nədir? Heç bir şey, yaxşı olacaq hər şey. Qəbul edəcəklər sizin münasibətinizi. Belə dostlar. Bu qədər informasiya.